Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dünəndən bura Afət Fərman qızının bütün açığı canlı yayımları, köhnə, təzə, nə varsa hamısını mənə göndərirsiniz. Amma mən dünən elə efirdə də onu açıqladım ki sizə. Bəs Afət Fərman qızı o canlıları mənə açmır. Və orada da mənə yaxınlaşanda, həmin o özü də etiraf edir, toyda görüşmüşük. Orada yaxınlaşanda mən onu soruşdum ki, Afət, siz mənə mi deyirsiniz? O uşaqlarla bağlı o söyüşdü, ölü söyürsüz, diri söyürsüz. Yəni bunları söydüyünüz halda mənlə niyə barışmaq istəyirsiniz? Necə barışmaq istəyirsiniz? Dedi ki, o söyüşlərin, o canlıların sənə heç bir aidiyyatı yoxdur. Hətta bir məndən düşmənçilik yaparan, məndən protiv olan bir sənət yoldaşımın adını çəkdi. Dedi ona aiddir. Rusiyada sevgilisi var, odur budur. Və bir şey də qeyd elədi ki, düzdür, orada mən